Salam, xoş gördük hər birinizi, əziz səhifə izləyicilərimiz. Demək, Xaçmaz ərazisidir, hal-hazırda çəkiliş edəcəyimiz ərazi. Deməli, Şaftalı bağıdır. Təxminən bir sentyabr-avqust aylarında qərib qardaşımız bizdən sifariş eləmişdi. Təxminən bir 1400 ədəd göz qələmi, yəni yerli kök üzərində. Sortlar yerli sortlardır, fədai çeşididir. Yəni fədainin bir neçə növü var. Yəni çalışacaq ki, onu da ekranda nümayiş etdirək sizə həmin çeşidi. Yəni çox maraqlı, yəni kalibrli çeşidlərdən biridir. Bizdən sifariş eləmişdi. Yəni 1400 ədəd, yəni sırf bir çeşid yəni vurulub bu əraziyə, 2 hektar əraziyə. Əslində biz çox məsləhət görmədik, yəni bir çeşid vurulsun 2 hektar ərazi üçün. Çünki bilirsiniz ki, bu biraz çətin ola bilər. Yəni yığım prosesi, yəni çatdırma məsələləri də var. Amma özü bildirdi ki, yəni bu barədə çox çətinliyim yoxdur da, yəni bizim üçün problem yoxdur, yəni yığıb çatdırma məsələsi. İstədik özümüzə bir baxış keçirək, həm də bilirsiniz ki, artıq kəsim vaxtıdır. Yəni başları təxminən gözdən bir 15-20 sm yuxarı məsafədə kəsilməlidir. Bir ikisini mən özüm kəsəcəm burada. Yəni ona uyğun olaraq həm də bir maarifləndirici video olsun da, yəni kimsə belə bir sahəsi varsa, göz qələmi varsa, yəni bu qaydada kəsim apara bilər. Yəni kəsəcəyi özü də çəkərsən bunlar gözlərlə baxarıq. Baxın dostlar, göz qələmi təxminən bu hissədədir. Buradan gözün istiqamətinə bax bu qaydada kəsilməlidir. Düşən yağış çəp istiqamətində üzü aşağı getsin, gözü istiqamətinə yox. Gəlin burada kəsək. Təxminən baxın göz istiqamətindən bir 15-20 sm yuxarı. İndi bu qalxandan sonra da buna bağlanacaq. Bax bu qaydada yutumucuq saxlana da bilər, saxlanmaya da bilər. Yəni problem yoxdur bu qaydada. Yəni bu göz qalxandan sonra yəni buna bağlanmalıdır ki, yəni sınma verməsin. Yəni hər hansı bir heyvan zat toxunanda yəni sındırmasın. Sonra yəni ehtiyac yoxdur. Həm də düz qalxsın da, yəni çəp istiqamətə getməsin bu qaydada. Bu qaydada kəsilir. Bu gözləri də çək. Maşallah olsun. Yəni təxminən bir yarım saatdır burada yox. Yəni göz qələmlərinə də baxmışıq. Maşallah olsun, tutumda yəni heç bir problem yoxdur. Bir də qoşa tumurcuqlar vurulur. Yəni ona da nəzarət edirik biz. Çox vaxtı tək tumurcuq vurmuruq. Yəni qoşa tumurcuğa yəni önəm veririk calaq işində. Bax belə dostlar, indi inşallah yenə də baxış keçirəcəyik. Yenə də yəni aylan vaxtı yenə də gəlib çəkiliş aparacağıq. Yəni ümumi belə, yəni pis nəticə yoxdur. Maşallah olsun, əladır, superdir. Qərib Allah bərəkət versin qardaş bağlar. İnşallah çox sağ ol, xeyirli olsun. İnşallah bundan sonra da işlərimiz davam edəcək. Yenə də gələcək, yəni baxış keçirəcəyik. Yəni borcumuzu əsas istəyirik ki, yəni bizim üçün vacibdir, bizim üçün önəmlidir. Yəni bizim müştərilərimiz bizim üçün önəmlidir, bizim üçün vacibdir. Yəni biz gəlib baxmalıyıq. Yəni bu şeyləri yəni həm izah edirəm, həm də bizim üçün də vacibdir ki, yəni tutum necə olmalıdır. Yəni %100 nəticə almaq bizim üçün vacibdir. İnşallah xeyirli olsun. Yenə də gəlib çəkiliş aparacağıq.